Sevgili millet, uca halk, Dokuz Oktyabr sınağından üzü ağ ve şərəflə çıxan Azərbaycan xalqına eşq olsun. Mən sizi əmin edirəm ki, 9 Oktyabrdan sonraki Azərbaycan, 9 Oktyabra qədər ki Azərbaycan olmayacaq, yeni bir Azərbaycan doğulur. Biz bu oğru, kriminal, korrupsiyoner, rüşvetxor rejimden bundan artık bir şey gözlemirdik. Değerli vatandaşlarımız, 9 Oktyabr'da milletimiz iradesini ortaya koydu. Milli Şura'nın namizədinə səs verdi. Bu, Azərbaycanda qüvvələr nisbətinin açıq göstəricisidir. Bu, Azərbaycanda Azərbaycan müxalifətinin böyük bir güc mərkəzi olduğunun aydın təzahürüdür. Fakat 9 Oktyabır'da hiçbir adalet, hiçbir hukuk, hiçbir əxlaqa sığmayan bir hərəkət baş verdi. Azərbaycan xalqının seçim haqqı oğurlandı. Azərbaycan xalqının hakimiyyəti formalaşdırmaq haqqı əlindən alındı və hakimiyyətin mənimsənilməsi prosesi baş verdi. Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir və bunu törədənlər ən ağır cinayətkarlardır. Bu adamların Azərbaycan xalqının, Azərbaycan millətinin ləyaqətiyle, şərəfiyle, seçim haqqıyla və demokratik dəyərlərə sədaqətiyle oynamaq haqqı yoxdur. Bu haqqı onlara heç kəs verməyib. Xalqımız seçim haqqını özünə qaytarmalıdır. Öz haqqın bərpa etməlidir. Bugünkü miting onun açıq təzahürüdür. Değerli dostlar, mən bu tribunadan dəfələrlə sizə demişəm ki, biz kriminal, oğru, intellektsiz, düşüncəsiz, milli düşüncədən uzaq, antimilli bir rejimlə üz-üzə dayanmışıq. 10 il Azərbaycan xalqı buna dözdü, 20 il Azərbaycan xalqı buna dözdü. Bundan sonra
öz xalqının seçim haqqın, iradəsini zorlayan diktatorlara Azərbaycanda yer yoxdur. İlham Əliyev getməlidir və gedəcək. Ədaləti ölkəmizdə söndürdü yetər, əsgərini cəhbələrlə öldürdü yetər. Padşahlıq daha artıq yaşaya bilməz. Bəsdir, bəsdir, min kərə bəsdir. Azərbaycanın azadlığı üçün bəsdir. Diktatorun hər gün artan qanına bəsdir. Gələcək gözəl günlər əlinə. Bəzən Azərbaycan diktatorun Belarusiyada Lukashenko ilə müqayisə edirlər. Ərəb şeyxləri ilə müqayisə edirlər. Fəqət onlar da diktatorlardır. Amma hələ bugünə qədər heç kəs Lukashenko'nun öz millətindən oğurladığı milyardları heç arda tapmayıb. Lukashenko diktatordur, lakin eyni zamanda öz xalqının yaşam haqqında öz ölkələri qaydalar çərçivəsində təmin edir, ətrafında olan korrupsioner və oğru nazirlərə qarşı öz sözünü deyir. Bizim diktator öz ətrafındakı oğruların girovuna çevrilib, onlar tərəfindən idarə olunur. Azərbaycanda oğrulara yer yoxdur. Ərəb şeyxləri neftdən gəlir götürürlər. Amma bu gəlirlərin bir hissəsin öz millətlərinə, öz xalqlarına da verirlər. Fəqət hətta diktatorlar rejimləri içərisində Azərbaycandakı diktatura ən oğru, ən soyğunçu, ən talançı bir diktaturadır. Belə diktaturaya Azərbaycanda yer ola bilməz. Değerli dostlar, biz ayın 9'unda səhər tezdən seçki qutuları hətta açılmazdan əvvəl seçki saxtakarlığının şahidi olduq. Görün bunlar nə qədər harınlaşıblar, görün bunlar nə qədər milləti təhqir edirlər. Seçkilərdən bir gün əvvəl seçkilərin nəticələri müəyyən edib, Mərkəzi Seçki Komissiyasının saytına qoymuşdular. Əfil rüsvayçılığı bu məmləkətin üzərindədir. Əfil rüsvayçılığı Azərbaycan diktatorluğun üzərindədir. Azərbaycanı bu rüsvayçılığa sürükləyənlərə ar olsun. Değerli dostlar, biz istisnasız olarak Azerbaycan'ın bütün seçki dairelerinden, bütün seçki məntəqələrindən məlumat almışıq. Yüzlerle bülletin İlham Əliyevin xeyrinə qeyd olunmuş bülletenler bizim elimizdədir. Bir gün əvvəl onlar ayrı-ayrı adamlara paylanıb ki, ayın 9'unda onlar tərəfindən seçki qutuları atılsın. Biz bugün artıq 2500'e qədər seçki məntəqəsindən müşahidə missiyalarımızın sənədlərini almışıq. Və aldığımız bütün seçki məntəqələrində seçkinin total şəkildə saxtalaşdırıldığı
bir nəfərin xeyrinə, İlham Əliyevin xeyrinə topa bülletenlərin atıldığı, bu saxtakarlığın bilavasitə seçki komissiyalarının üzvləri tərəfindən eyni zamanda Azərbaycanı bu vəziyyətə salmış Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən edildiyi təsdiq edildi. Bunlar bu cinayətə görə cavab verməli olacaqlar və Azərbaycan xalqı heç vaxt öz hüququnun bu formada tapdalanmasına dözməyəcək. Eşq olsun Azərbaycan xalqına. Sükutun emleme oyan adalet hakkın. Biz inandık sen de inan ol kardeşimiz. Bezesin bayrağımızı ey renkli kanımız. Havza siler varsa geldik nida. Tek hayal tek istiga azatlık nida. Aldığımız məlumatlar nədən ibarətdir? Aldığımız məlumatlar nədən ibarətdir? Seçkiyə aşağı yuxarı 20% ətrafında vətəndaşlarımız çıxıb və səs verən vətəndaşlarımızın 65-70% Milli Şuranın namizədinə səs verib, bu artıq sənədlərlə təsdiq olunur. Mərkəzi Seçki Komissiyası Məzahir Pənahov başda olmaqla hakimiyyətin mənimsənilməsi prosesində iştirak edir. Məzahir Pənahov başda olmaqla hakimiyyətin mənimsənilməsi prosesində iştirak edir. Hakimiyyətin mənimsənilməsinə seçki adı altında qanunu don geyindirməcə çalışırlar. Buna görə Pənahov başda olmaqla Mərkəzi Seçki Komissiyası və bu rüsvayçılığı Azərbaycanın başına gətirən seçki komissiyaları öz cəzasını alacaqlar. Değerli dostlar, tələbimiz ondan ibarətdir ki, ayın 9'unda seçkinin mənimsənilməsi prosesi, hakimiyyətin mənimsənilməsi prosesi baş verdiyi üçün bu seçkilər ləğv edilməli və yeni prezident seçkiləri elan edilməlidir. Bunu tək mən demirəm, tək biz demirik. Bunu eyni zamanda seçki müşahidəsi aparmağa yeganə mandatı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu deyir. Əminliklə deyirəm ki, Azərbaycandakı seçki saxtakarlığının heç 1/3 də ATƏT-in ilkin arayışında əks olunmayıb. Amma əks olunanlar bu seçkini ləğv etmək və yeni seçkilər təyin etmək üçün yetərlidir.
İndi hakimiyyətin mənimsənilməsi prosesi ATƏT-in ilkin rəyində əks olunduqdan sonra baxınız, Azərbaycan hakimiyyətinin özünə tərəfdaş hesab elədiyi Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentindən hansı rəy gəldi? Britaniya Xarici İşlər Nazirliyindən hansı rəy gəldi? Helsinki Amerika Kongresinin Helsinki Komitəsindən hansı rəy gəldi? Avropa Birliyinin Xarici Siyasət Komissarlığından hansı rəy gəldi? Genişlənmə və qonşuluq siyasəti üzrə komissarlığından hansı rəy gəldi? Ümid edirik ki, belə rəylər dünyanın demokratik kəsimindən gələcək və onlar seçki oğurluğu ilə məşğul olmuş, səs oğurluğu ilə məşğul olmuş, Azərbaycanda prezident institutun qeyri-legitim bir vəziyyətə salmış, korrupsioner hökumətlə əməkdaşlıq etməyəcəklər. Değerli dostlar, Azərbaycan hakimiyyətinin törətdiyi saxta seçkilərlə bağlı, hakimiyyətin mənimsənilməsi ilə bağlı istər mitinglər formasında, istər hüquq formasında, istər siyasi müstəvidə biz öz mübarizəmizi davam etdirəcəyik. Həftənin birinci günü ayın 14-dən başlayaraq mənim Brüsselə, Strasburqa, müxtəlif Avropa mərkəzlərinə qısa müddətli səfərim var. Oradan döndükdən sonra noyabr ayının birinci 10 günlüyündə isə Amerika Birləşmiş Ştatlarına səfərim gözlənilir və orada da bu məsələlər müzakirə ediləcək. Mən böyük təəssüf hissi ilə demək istəyirəm ki, bir sıra beynəlxalq təşkilatlar, bir sıra ölkələrin nümayəndələri Azərbaycandakı seçkilərə rəy verməklə, müsbət rəy verməklə özlərinin mahiyyətini bir daha ortaya qoydular və bəlli oldu ki, Azərbaycanın onlar da Azərbaycanın korrupsioner hakimiyyəti tərəfindən idarə olunur. Mən ilk növbədə Avropa Şurasının seçki müşahidəsini qeyd etmək istəyirəm. Dəyərli vətəndaşlar, 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvü olanda biz ümid bəsləyirdik ki, Avropa Şurası Azərbaycanı öz qaydalarına uyğunlaşacaq. Ancaq bunun əksi baş verdi. Azərbaycan Avropa Şurasının öz qaydalarına uyğunlaşdırdı. Baxın, kürü diplomatiyası, ayrı-ayrı Avropa Parlamentinin üzvlərinin Azərbaycanla bağlı natəmiz əməlləri barədə əlimizdə çox saylı faktlar vardır. Və
bu məsələlər ən yüksək səviyyədə müzakirə ediləcək. Azərbaycana münasibətdə bu saxtakar rejimin girovuna çevrilmiş Avropa Parlamentinin və Avropa Şurasının müşahidə missiyasının üzvləri sizə söz verirəm ki, öz ölkələrində ifşa olunacaqlar. Onlar öz ölkəsinin ictimaiyyəti qarşısında cavab verəcəklər. Mən sizə burada bir 2 il yarım bundan qabaq baş vermiş bir hadisəni xatırlatmaq istəyirəm. 2010-cu ilin prezident seçkilərindən sonra İsveçrədən olan Avropa Şurasının komitə sədri Dick Marty beynəlxalq konferansların birində açıq şəkildə dedi ki, 2010-cu ilin parlament seçkilərinə müsbət rəy verməkdən ötürü Azərbaycan hakimiyyəti mənə qanarar, yəni rüşvət təklif etdi. Mən bundan imtina etdim. Mən bundan imtina etdim. Lakin əmin deyiləm ki, Avropa Şurasında təklif olunanların hamısı bundan imtina edib. Bu günlərdə mən sizin vaxtınızı alıb bir nümunəyə də toxunmaq istəyirəm. Türkiyədən bir mərmərə qrupu var. Gəlib burada seçkilərə rəy verəndə yazıb ki, belə seçkilər nəinki Azərbaycanda, bütün Qafqazda, bütün Türk dünyasında, bütün Avropada ola bilməz bu cür şəffaf seçkilər. Mərmərə qrupunun başçısına hansı tarixdə, hansı Azərbaycan məmurları tərəfindən, hansı həcmdə pul çatdırılması barədə bizdə dəqiq məlumatlar var və bu məlumatlar hamısı açılacaq. Değerli dostlar, biz müşahidə missiyamızın fəaliyyəti ilə tanış olanda heyrət bürüdü bizi. Milli Şuranın müşahidə missiyasının bir sıra seçki dairələrində seçkilərə buraxmamışlar. Əgər bunlar öz qələbələrinə əmin idilərsə, nədən qorxurlar? Müşahidəçi adı altında Yeni Azərbaycan Partiyası öz partiyasının adını bilməyən təsadüfi adamları gətirib seçki məntəqələrinə doldurub, bunlar seçki günü karusel əməliyyatı ilə məşğul olublar. Karusel formasında biz onları yola salacağıq. Tələbimiz nədən ibarətdir? 10 il ərzində işğal altında olan 10 metr torpaq azad edə bilməyən bir hakimiyyətin bundan sonra görevdə qalmağa nə mənəvi, nə siyasi, nə də hüquqi haqqı yoxdur.
ərazisi işğal olunan bir məmləkətin korrupsiya qurşanan hökumətinin bundan sonra görevdə qalmağa haqqı yoxdur. Bu hakimiyyət getməlidir və gedəcək. Bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birleşmiş Milletler Prensipini ve insan haklarını tutan taraf sağlık gelecektir. Bu galibiyetleşi, Kızıl İstiklal zulmü altında inleyen aziz vatanımızda 1918 yılı 8 Mayıs günü yeniden doğacaktır. Buna definen şüphe etmeyiniz vatandaşlar. Üç renkli İstiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerdenim. Orada Erzurum korku ve tezgid altında kalplerin istiklal eşliğiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli bir hasreti şairin beytiyle dile getirilen sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Bu vətən Rəsulzadənin vətənidir. Bu millət Rəsulzadənin millətidir. Bu məmləkətdə Rəsulzadənin ideyaları hakim olacaq.